Bakı şəhər Nəsimi rayonu Moskva prospekti 126 ünvanında yerləşən mənzillərin birində 71 yaşlı qadının meyidi tapılıb. Vəfat edən Leyla Şeyxzamanova Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi olub, elmlər doktoru idi. O, mərhum aktyor, xalq artisti Məmməd Rıza Şeyxzamanovun qardaşı qızıdır. Bildirilib ki, uzun müddət tənha yaşayan qadın bir həftədən çoxdur mənzildən çıxmırmış. Binadan pis qoxu gəldiyi üçün qonşular polisə müraciət ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və pəncərədən mənsilə daxil olduqda məlum olub ki, 71 yaşlı qadın hamam otağında vəfat edib. Leyla Şeyxzamanovanın 10 günə yaxında işə getmədiyini görən həmkarları 23 saylı mənzil istismar sahəsi ilə əlaqə saxlayıblar. Çağırış əsasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində qadının meyidi mənzildən çıxarılıb. Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır, ölüm səbəbi müəyyənləşdirilir.